Uşaqlar, gəlin bir şey aydınlaşdıraq. Bu videoyu indi siz izləyəndə deyəsiniz, bu bir dəfəyə çəkildi deyə hesab edəsiniz. Ama ama bu video 13 təkrarın sonunda 13 dəfə prototip eləndi və elə çəkildi. Yəni siz bu video bir dəfə çəkildi, bir dəfəyə çəkildiyini hesab edirsiniz. Amma əslində bu 13 dəfə prototip aşamasından keçdi bu video ki sizi bu videoyu izletmeye çalışabilim diye. Neyse. Bu otağa setup'ımı dizmək istədim təzəndən, amma dizəndə başıma bir olay gəldi. Gəl sizə onu göstərim. Bəli, bu gördüyünüz setup'dır. Baxın, 1 ekran, 2 ekran, 3 ekran yetmədi, 4 ekran. Ay qardaş oğlu, indi sən bu ekranları nə qarasın deyəsənsə, beylər, indi bir şey var ki, ana yayın bundan gedəcək, OBS bundan gedəcək, arxa fon bundan gedəcək. Bəs yayın tekrarını nətər izləyəcək? O da ki, izləyəcəklara keçdik. Yayın tekrarını nətər izləyəcəksənsə də, bu da 4-cü ekranda, nə? 2 dənə kompüter var, 2 dənə sistem var da, nədir? 4 sistemlər doğrusu. Zaten buranın vəziyyətini görürsünüz. Buraya niyə belə bu gündədir, niyə bu vəziyyətdədir? Aha, bax, buna görə. Bax, buna görə. Bax, bunu demirəm hələ, o şərəfsiz elə demirəm. Bunu qurum deyə anasını zaten bütün setup'ı sil başdan elədim. Burada aha da bax, mənim S25'in zaryadka şunuru var. Nədir, Samsung S25'in zaryadkası var. Burada powerbank var. Powerbank'e hələ də qoyacaq stand lazımdır, zaryadka stand. Hələ konsolunki ayrıdır. Bu durur da burada. O neydi? Bax, bu planşetin ekranı adaptırdı. Bu daimi zaryadkada olacaq. Bak, klaviatura burada. Bak, o orada hələ bir şey de var. Hələ burada divara möhkəmləşdirmək üçün televizor qoymalıq asılıq var. Da niyəsə setup'ı buraya dizin deyəndə burada vahşi şunurlar var. Bu mənə də soruşmuyor. Bu nədir, mən də bilmirəm. İndi o setup'ı nətə yağdan yağmadan o sənə qaldı da, mən bu setup'ı sil başdan eləyəndə ömrümdən ömür gedir elə bir ki, baş ağrıdır. Yəni 2 saat 10 saat mən də bu setup'ı yağmalıyam. Artıq son vəziyyətində göstərərəm sizə. Hadi mən qaçdım, cici.